первом рисунке нарисовал загрязнение рек, озер. Мы не должны бросать окурки, разный мусор, объедки, бросать в море, реки и другие водные места, да? Есть животные, то, что попадают в Красную книгу. Я придумал для них специальный аппарат, то, что будет летать в космосе и смотреть за ними. И если что-то случится, он сразу даст сигнал спасателям. Mən şəklimdə uşaqlar çəkmişdim, hansı ki yeri, təbiəti daha gözəlləşdirirlər, yaşıl rəngərəngliyirlər, belə keçirirlər və orada çoxlu güllər, rəng verən güllər olur. Zavodları, dağdakı zavodları mavi rəngərəngliyirlər, təmiz hava və gözəl təbiət eləyirlər. Çəkdiyim şəkillərdə mən dünyanın neftlə çirklənməsini insanlara çatdırmaq istəyirdim. Neftlərin təmin edilməsi, daşınması, ötürülməsi zamanı çox böyük qəzalar baş verir. Məsəl üçün, tankerlərdə olan qəzalar zamanı 250 min ton neft məhsulları dənizlərə axıdılır və bunun nəticəsində ki, suyun daxilində yaşayan canlılar oksigenlə təmin oluna bilmirlər və bunun nəticəsində onlar həlak olurlar. Я нарисовал две вида картинки. Одно грязное, а другая чистая. Я переверну лист, и там все грязно, завод грязный, мусор. Я еще переворачиваю, и там все чисто, там солнышко. Mən eko gündəlikdə eko maşını təsvir etmişəm. Bu maşın su ilə işləyən bir maşındır. Eko maşın havaya zərərli maddələr buraxmır. Mən eko gündəlikdə təklif etdim ki, payızda xəzan yarpaqlarından təkrar emal kimi istifadə olunsun və torpaqlarımız daha da məhsuldar olsun. Hazırlanan bu gübrə il-ildən öz miqdarını daha da artırır. Ekologiyanı çirkləndirən ən mühüm amillərdən biri atmosferə atılan tullantılardır. Buna nüvə silahlarını misal göstərmək olar. Mən təklif edərdim ki, bunun qarşısını almaq üçün ya nüvə silahlarının sınaqları dayandırılsın, ya da onlardan ekoloji təmiz üsullarla istifadə olunsun. Мой первый рисунок про Тихоокеанское пятно, про то, что загрязняется мировой океан. Третий рисунок про батарейки. Батарейки очень вредны. Если их выбрасывать, то тогда они будут вредные вещества выделять. И одна батарейка может убить 1000 дождевых червей или ежика. Dünyada gördüyünüz kimi fast foodlar çoxalıb. Məsələn, evdəki sağlam yeməkləri yeməkdən insanlar gedib şəhərlərdə fast food yeməklərindən yeyirlər. Fast foodları yeməkdənsə insan təbii qidalarla bəslənməlidir. Mən öz işimdə zavod və fabriklərin havaya buraxdığı tüstülərdən və müxtəlif növ suya buraxdıqları ziyanlardan söhbət açmışam. Burada zavodların suya buraxdığı çirkli maddələrlə müxtəlif növ balıqlar, bitkilər məhv olur və onların sayı azalır. Mən çəkdiyim şəkillərdə təsvir eləmişəm, suyun saflığı, havanın təmizliyini qorumaq lazımdır. Bir dəqiqə olar. Şəkildə. Mən gündəliyimin birinci hissəsində daha çox qloballəşmə ilə bağlı fikirlərimi sizə çatdırmaq istəmişəm. Belə ki, bir dünya çəkmişəm və orada onu qloballəşməni yaradan amilləri qeyd etmişəm. Gündəlikdə çəkdiyim şəkillərin birində yer kürəsini təsvir etmək üçün qum saatından istifadə etmişəm və bununla insanlara çatdırmaq istəyirəm ki, vaxt daralır və biz təbiəti qurtarmaq üçün bəzi tədbirlər görməliyik. Только первое сказал наполовину, а остальное уже целое.